Akademik Ramiz Mehtev'in ictimai siyasi fəaliyyətinin və elmi ideoloji fəaliyyətinin əsas mahiyyətində Heydəyev dövlətçilik ideallarının ölkəmizdə uğurla həyata keçməsindən ibarətdir. Ramiz müəllim, möhtərəm prezidentimiz Cənab İlham Əliyevin ölkəmizdə uğurla həyata keçdiyi sosial-iqtisadi islahatların və modernləşmə siyasətinin ideoloji əsaslarını hazırlayan və onun uğurla tətbiq olunmasına rəhbərlik edən bir ideoloji xadimdir. Ramiz müəllimin ideoloji baxışlarında, siyasi ideoloji baxışlarında Azərbaycançılıq, müstəqil dövlətçilik və Heydəriyevçilik bir-birini üzvü surətdə tamamlayır. Akademik Ramiz Mehtev'in ümummillidir haqqında, bu format haqqındakı siyasi düşüncələrinin elmi şərhi həm bu böyük fenomenin əsl obyektiv qiymətinin verilməsinə, həm də eyni zamanda bu faktın Azərbaycançılıqla, müstəqil dövlətçiliklə əlaqələndirməsinə tam şərait yaradır. Ramiz müəllimin bu cəhətdən istinad elədiyi görkəmli, dünyada qəbul olmuş böyük filosof Aristotelin aşağıdakı fikirləri məhz həmin məntiqi tam mənzərəsi ilə açır. Aristotel vaxtilə yazmışdı ki, ümummillidir o şəxsə deyirlər ki, o dövlətin gələcəyini əvvəlcədən görə bilir və onun həyata keçməsinə uğurla xidmət edir. Məhz xalqımızın tarixində və taleyində böyük yer tutan Heydər Əliyev xalqımızın həqiqətində tarixini əvvəlcədən görə bildi və onu uğurla həyata keçirdi. Bugün də ölkəmizdə Heydər idealları müstəqil dövlətimizin gələcəyinə işıq salır, möhtərəm prezidentimiz bu yolu uğurla davam etdirir. Ramiz müəllim bir dövlət xadimi kimi də, elm adamı kimi də Azərbaycançıdır. Azərbaycançılıq Ramiz müəllimin elmi fəaliyyətinin və ictimai siyasi fəaliyyətinin, dövlətçilik işinin ana xəttini müəyyən edir. Ramiz müəllim eyni zamanda ölkəmizdə Ulu Öndər tərəfindən müəyyən olunmuş Azərbaycançılıq dövlət ideologiyasının siyasi ideoloji və elmi konsepsiyasını hazırlayan və bu konsepsiyanın həyata keçirilməsinin metodikasını müəyyən edən, onun reallaşmasına rəhbərlik edən bir dövlət adamıdır. Ramiz müəllimin Azərbaycançılıq fəlsəfəsi həm ölkəmizdəki çox əsrlik tarixi prosesləri, həm də eyni zamanda müasir dövrdə qloballaşan dünya ilə üzvü əlaqədə inkişaf edən Azərbaycanın meydana qoyduğu reallıqları bir yerdə ifadə edir. Bu sözün əsl mənasında, elmi baxımına yanaşanda Azərbaycançılığın siyasi ideoloji və elmi nəzəri konsepsiyasının çox dolğun, mükəmməl bir təqdimatıdır. Məncə bu elmə də, ideoloji mühitə də Akademik Ramiz Mehtevin böyük xidmətidir. Ramiz müəllim Azərbaycanda siyasət işinin asan olmadığını və bunun da elmi prinsiplərə əsaslandığını meydana qoymuşdur. Əgər belə demək daha doğru olar ki, Ramiz müəllim Azərbaycanın müstəqil dövrü siyasətşünaslıq nəzəriyyəsini yaratmışdır. Ramiz müəllimə məxsus olan siyasətşünaslıq təlimi Azərbaycan reallıqları ilə və dünyada baş verən proseslərlə üzvü əlaqədə olub, ölkəmizdə müstəqil dövlətin inkişafına xidmət edən bir siyasi təlimin meydana qoyulması ilə nəticələnmişdir. Ümumiyyətlə, Ramiz müəllimin əsaslandığı ideologiya və fəlsəfə mütləq Azərbaycan, onun taleyi, onun inkişafı, Heydər Əliyev yolunun inkişafı və hər tərəfli inkişafımızla üzvü surətdə bağlıdır. Ramiz müəllim Azərbaycan fəlsəfə elmində öz məktəbini yaratmışdır. Ramiz müəllimə məxsus olan Azərbaycan fəlsəfə elmi məktəbi cəmiyyətşünaslığı, siyasətşünaslığı və Azərbaycanşünaslığı özündə üzvü surətdə birləşdirir.
Azərbaycan elmi ictimaiyyəti, Ramiz müəllimi cəmiyyətşünaslığın fəlsəfi dərkini öz elmi əsasları ilə, öz elmi əsərlərində əsaslandırmış şəkildə yaratmış bir görkəmli elm xadimi kimi qəbul edir. Ramiz müəllimin müstəqil Azərbaycan dövlətində cəmiyyətin inkişafında baş verən ən mühüm hadisələrin mahiyyətini dərindən açan, onu proqnozlaşdıran, ona hər tərəfli baxışları ifadə edən elmi əsərləri Azərbaycan fəlsəfi fikrinin tarixində yeni bir mərhələdir. Və Ramiz müəllim Azərbaycan cəmiyyətinin, Azərbaycan siyasətinin, Azərbaycan xalqının və dövlətinin taleyi ilə, tarixi ilə, inkişafı ilə bir yerdə siyasətini, fəlsəfəsini yaratmaq ideyasının müəllifidir. Məncə bu tamam yeni baxışdır, müstəqil dövlətin meydana qoyduğu baxışdır və bu elmi istiqamət inkişaf eləməyə nə qədər ki dövlətimiz var və bu var olacaqdır həmişə tamamilə layiqdir. Ramiz müəllimin əgər diqqətlə fikir versək, cəmiyyətə aid olan əsərlərində də, siyasi əsərlərində də bir tarixi aspekt həmişə vardır. Ramiz müəllim ara sıra tarix elmi ilə də ciddi şəkildə məşğul olmuşdur. Son illərdə Ramiz müəllimin Şah İsmayıl Xətaiyə və Nadir Şaha həsr elədiyi fundamental əsərlər Azərbaycan tarixşünaslığında tamamilə yeni hadisələrdir. Əvvəla Ramiz müəllim Şah İsmayıl Xətai dövrünə, Səfəvilər hakimiyyətinə və Nadir Şah Əfşar dövrünə, onun hakimiyyəti aid olan çoxsaylı yeni sənədləri, məktubları, müxtəlif dövlət fərmanlarını ilk dəfə Azərbaycanın elmi dövriyyəsinə gətirmişdir. İkincisi isə Ramiz müəllim Şah İsmayıl Xətaidən və Nadir Şahdan Azərbaycan dövlətçiliyinin tarixinin möhtəşəm mərhələlərini təmsil edən görkəmli şəxsiyyətlər kimi danışmışdır. Üçüncüsü isə Ramiz müəllimin Şah İsmayıl Xətaidən və Səfəvilər dövlətindən, Nadir Şahdan və Əfşarlar hakimiyyətdən danışmaqda ən böyük əsas məqsədi isə məhz onların adı ilə bağlı olan tariximizdən bugünə qədər keçib gələn ənənələrin müstəqil cəmiyyətimizə transformasiya olunmasını təmin etməkdən ibarətdir. Hörmətli Ramiz müəllimin bu mənada fəlsəfi və tarixi axtarışlarının mahiyyətində tarixçilik, Azərbaycançılıq, bu kimi keyfiyyətlər, dövlətçilik kimi xüsusiyyətlər dayanırsa, onun hədəfində, onun ana xəttində və yekununda Heydər Əliyev siyasəti, onun möhtəşəm şəxsiyyəti dayanır. Heydər Əliyev unudulmaz dövlət xadimi Heydər Əliyev haqqında da ən mükəmməl siyasi ideoloji portreti yaradanların içərisində Ramiz müəllimin əsərlərinin xüsusi yeri və böyük əhəmiyyəti vardır. Ramiz müəllimin son illərdə Azərbaycançılıq təliminə gətirdiyi yeni məzmun Azərbaycan milli ideyasının araşdırılması ilə əlaqədardır. Azərbaycan milli ideyasının araşdırılması indiyə qədər daha çox dil, adət-ənənə faktoru ilə əsaslı şəkildə öyrənilmişdir. Ramiz müəllim isə ilk dəfə olaraq Azərbaycan elmi tarixində Azərbaycan milli ideyasının o genetik kodlarının açılması, Azərbaycan milli ideyasının Azərbaycanın milli mentaliteti ilə, hətta Azərbaycanın antropoloji keyfiyyətləri ilə bağlı olduğunu elmi şəkildə əsaslandırmaqla yenidən meydana qoymuşdur. Azərbaycan cəmiyyətində akademik Ramiz Mehdiyev böyük siyasətin, müstəqil dövlətçilik ideologiyasının, Azərbaycançılıq fəlsəfəsinin və böyük elmin görkəmli yaradıcısıdır və müstəqil Azərbaycan dövlətinin bundan sonraki inkişafında Prezident İlham Əliyevin rəhbərliyi həyata keçirilən islahatların düşünülmüş, məntiqi, məqsədyönlü, elmi ideoloji təminatını hazırlayıb həyata keçmək onun həyatının baş məqsədidir. Biz Ramiz müəllimə möhkəm can sağlığı, uğurlar arzulayırıq.